Sual aydındır ki, heç bir dağlıq ərazidə üzümçülük inkişaf etməyib. Bütün xizək kurortları dağlıq ərazidə yerləşir. Əgər aşağıda təqdim olunmuş diaqramlarda A dağlıq ərazilər çoxluğunu, B üzümçülük inkişaf edən əraziləri, C isə xizək kurortları çoxluğunu ifadə edərsə, onda hansı hal mümkün deyil? Birinci cümlədən başlayaq. Heç bir dağlıq ərazidə üzümçülük inkişaf etməyib. Bu çoxluq dili ilə o deməkdir ki, A və B-nin kəsişməsi boş çoxluqdur. Yəni A və B kəsişmir, onların ortaq nöqtələri yoxdur. Ayrı-ayrı olması lazımdır. Əgər onu biz Venn diaqramı ilə göstərsək, tutaq ki, bu A çoxluğudur, onda B çoxluğu bundan tamamilə xarici ayrı olaraq bu şəkildə göstərilməsi lazımdır. İkinci cümlədə isə bütün xizək kurortları dağlıq ərazidə yerləşir. Xizək kurortları bizdə C çoxluğu idi. Yəni C dağlıq ərazi deməli hansı idi bu? Dağlıq ərazilər çoxluğu A-dır. Yəni C A-nın alt çoxluğudur deməkdir. Bu o deməkdir ki, C tamamilə A-nın içində olması lazımdır. C-nin heç bir elementi A-nın xaricində, çölündə ola bilməz. Yəni misal üçün bu şəkildə götürsək əgər bu A daha doğrusu bunu Venn diaqramı ilə yəni belə götürsək, buna A desək, A çoxluğu desək, C çoxluğu ya bu şəkildə daxilində olması lazımdır. Misal üçün yəni bu C çoxluğu olsun və yaxud birbaşa A və C üst-üstə düşür. Yəni elə bura C yazırıq ki, bu ikisi eyni çoxluqdurlar, yəni bərabərdilər. Və yaxud başqa yolu yoxdur. Yəni bir də əgər biz bunu bax bu şəkildə göstərsək, C çoxluğunu, burada bəli, bəzi deməli xizək kurortları dağlıq ərazidə yerləşdiyini biz görürük. Ancaq elə bir deməli xizək kurortları var ki, yəni bu diaqrama görə A çoxluğunda deyil, yəni dağlıq ərazidə yerləşmir. Bu isə mümkün deyil. İkinci şərt bunu təqzib edir. Yəni bu şəkildə biz götürə bilmərik. Hansı diaqramda ki, belə bir şey görəcəyik, bu deməli yanlışdır. İndi keçək diaqramlara. Birincidən başlayaq. Birincidə A və C üst-üstə düşür, yəni eyni çoxluqdurlar deyir. Yəni əsas şərt nədir? İkinciyə görə C A-nın alt çoxluğu olması lazımdır və bu şərt ödənir burada. B isə bunlardan ayrı şəkildə kəsişməz bir çoxluq olaraq götürülür. Yəni birinci hal mümkündür. Keçək ikinciyə. Baxın, burada C çoxluğu A ilə kəsişir, amma C-nin deməli A-dan kənar olan hissəsi var və bu deməli ikinci şərtlə uyğunluq içində deyil, yəni uyğunlaşmır. Ona görə də ikinci deməli diaqram mümkün deyil. Bunu seçəcəyik. İndi sonra üçüncü və dördüncüyə də baxaq. Baxın, üçüncü çoxluqda onun kimi A C-nin daxilindədir və C-nin deməli A-da olmayan elementləri var bəzi. Ona görə də bu hal mümkün deyil. Və son olaraq burada yenə baxırıq ki, C A-nın alt çoxluğudur. Bu tamamilə düzgündür. Çünki ikinci cümlədə bizə elə bunu deyir ki, C A-nın alt çoxluğudur. B isə bunlardan ayrı şəkildə kəsişməz bir çoxluqdur. Yəni dördüncü diaqram da yenə doğrudur. Deməli ikinci və üçüncü diaqram mümkün deyil. Bu isə B bəndi deməkdir. 7-ci sual. Liya kvadratları sonrakı kimi rəngləyir. Birincini mavi, ikincini yaşıl, üçüncünü qırmızı, dördüncünü sarı. Sonra yenidən mavi, yaşıl, qırmızı, sarı və s. Liya 150-ci kvadratı hansı rəng ilə rəngləyəcək? Deməli, bu dövrüdür. Yəni, hər 4 addımdan bir rənglər təkrarlanır. Ona görə də deməli, bizim bir dövrümüz bir dövr. Belədir. Birinci gəlir mavi, sonra gəlir yaşıl, sonra qırmızı və axırda dördüncü də sarıdır. Sarı. İndi 150-ci kvadratın hansı rəng olacağını tapmaq üçün biz 150-ni 4-ə bölürük. 150-ni 4-ə böləndə natamam qismət olur 37 və qalıq 2.
Bu o mənaya gəlir ki, biz 37 dəfə dövr etdikdən sonra, yəni baxın 1 2 3 4 1 2 3 4 37 dəfə bu dövr etdikdən sonra 37-ci dəfədə sarının üzərində olacaq, sarı kvadratın. Ondan sonra 2 addım yenə getməyimiz lazımdır ki, 150-ci kvadratı tapaq. Yəni bu sıralamada sarıdan sonra 2 addım gedəndə hansı kvadrata düşür, hansı rəng kvadrata düşürük? Deməli, sarıdan sonra gələcək yenə mavi və ondan sonra gələcək yaşıl. Deməli, 150-ci kvadrat mütləq yaşıl olacaq. Doğru cavab B bəndidir. 8-ci sual. Ardıcıllığın n-ci həddi bu düstur ilə hesablanır. X-n bərabərdir 3n çıxılsın 7. Bu ardıcıllığın hər hansı həddi ilə ondan sonra gələn həddin cəmi 43-ə bərabərdir. Nə deməkdir bu? Yəni x-n əgər hər hansı bir həddidirsə, bu həddlə bundan sonra gələn hədd nə deməkdir? Yəni x-n toplayaq 1 deməkdir. x-n və x-n toplayaq 1 bunlar ardıcıl hədlərdir. Bunların cəmi 43-ə bərabərdir deyir. Həmin hədlərin hasili nəyə bərabərdir? Yəni bizdən x-n vurulsun, x-n toplayaq 1 hasilini soruşur. Əvvəlcə deməli bizim əlimizdə x-n-in düsturu var. İndi isə x-n toplayaq 1 düsturunu gəlin hesablayaq. Yəni nə etmək lazımdır? x-n-də sadəcə n-in yerinə n toplayaq 1 yazmağımız lazımdır. Nə olacaq bu da? 3 vurulsun, deməli n-in yerinə n toplayaq 1 yazmalıyıq. Mötərizədə yazırıq. N toplayaq 1 çıx 7 bərabərdir 3 dəfə n 3n plus 3 çıx 7 bərabərdir 3n çıx 4-ə. İndi isə bu ikisini toplayaq, yəni x-n ilə x-n toplayaq 1-i. Deməli 3n çıx 7 ilə 3n çıx 4-ü toplamaq lazımdır və bunların cəmi 43-ə bərabərdir. Tənlik qururuq sadəcə. Deməli 3n minus 7 üstə gəl 3n minus 4 bərabərdir 43-ə. Buradan 3n toplayaq 3n 6n bərabərdir 7 və 4-ü keçirək sağa. Mənfi 7 və mənfi 4-ü keçirəndə orada müsbət olacaq. 11 üstə gəl 43, 54. N bərabərdir 54 bölü 6, yəni 9-a. Buradan o nəticə çıxır ki, yəni n 9 olanda deməli əslində bizdən nəyi soruşurdular? Bizdən x, n-in yerini 9 yazırıq. X 9 vurulsun x 9 üstə 1, yəni üstə gəl 1, 10 edir. X 9 və x 10-un, yəni 9-cu və 10-cu hədlərin hasilini soruşur bizdən. İndi bunları ayrı-ayrı hələ tapaq. 9-cu hədlə 10-cu hədd nəyə bərabərdir? Sonra onları bir-birinə vuracağıq sadəcə. X 9 bərabərdir. N-in yerinə sadəcə 9 yazırıq düsturda. 3 vurulsun 9 çıx 7 bərabərdir. 3 dəfə 9 27 çıx 7 20. X 10 bərabərdir. 3 vurulsun 10 çıx 7. Bir dəqiqə. 3 vurulsun 10. Bəli, çıx 7. Bərabərdir. 3 dəfə 10, 30, çıx 7, 23. Deməli, sadəcə 20 və 23-ün hasilini tapmaq lazım. Bu isə 460 edir. Doğru cavab D bəndidir. Göstəricilərin analizi. Diaqramda hər hansı meşə parkda olan iynə yarpaqlı və enli yarpaqlı ağacların say bölgüsü verilib. Bununla yanaşı diaqramda iynə yarpaqlı ağacların hissələrinin göstəricilər qeyd olunub. Ancaq enli yarpaqlı ağaclarınki qeyd olunmayıb. Deməli, burada var enli yarpaqlılardan palıd və fıstıq ağaclarıdır. İynə yarpaqlılardan isə şam ağacı, küknar və ardıc yazılıb. Ardıc ağacıdır. Ardıc, küknar və şamın hissələri verilib, ancaq palıd və fıstığın, yəni enli yarpaqlıların verilməyib. İndi gedək suala. 9-cu sualda meşədəki enli yarpaqlı ağacların sayı iynə yarpaqlı ağacların sayının hansı hissəsidir? Deməli, biz nisbət götürəcəyik. Nisbətdə aşağıda yazırıq iynə yarpaqlı ağacların sayını, iynə yarpaqlı, yuxarıda isə enli yarpaqlı. İndi baxaq diaqrama və bunları deməli hesablayaq.
Deməli, enli yarpaqların sayı, yəni enli yarpaqlı palıd və fıstıqdır. Budur. Biz bilmirik bunların ayrı-ayrılıqda hissələrini. Biz ancaq iynə yarpaqlıları bilirik. Ancaq biz məlumdur ki, bunların hamısı birlikdə bir bütöv, yəni birdir. Yəni biz indi enli yarpaqları tapmaq üçün birdən çıxacağıq. Qalan, yəni bu iynə yarpaqlıların hissələri cəmini. Yəni nədir bu? Şam 3də 1-dir. 3də 1 toplayaq 5də 1, toplayaq 15də 1. Bu bizə enli yarpaqlı ağacların faizini göstərəcək. Və deməli yazaq indi bunu nisbətdə, yəni yuxarıda enli yarpaqlıları qeyd etməyimiz lazımdır. Bu ifadəni yazırıq. Deməli 1 çıxılsın. 1 çıxılsın. Nə idi orada? 3də 1, 5də 1 və 15də 1. 3də 1, 5də 1 və 15də 1. Aşağıda isə iynə yarpaqlı ağacların deməli hissələri cəmini bu mötərizədə yazdığımızdır. Köçürək sadəcə onu. 3də 1 plus 5də 1 plus 15də 1 bərabərdir. İndi bunları sadələşdirək, ortaq məxrəcə gətirək. Aşağıdakı ifadədən başlayaq. Ortaq məxrəcləri 15-dir. 15-i 3-ə böləndə 5, 5-ə böləndə 3, 15-ə böləndə 1. 1 dəfə 5, deməli 5 toplayaq 3, toplayaq 1. Yuxarıda isə 1 çıxılsın, bu ifadə nə edir? Bu da 15-də 5 üstə gəl 3, 8, üstə gəl 1, 9. Bərabərdir. Yuxarıda olacaq 15-də 6, aşağıda 15-də 8, üstə gəl 1, 9. Bərabərdir. İndi bunları gəlin ixtisar edək. Yəni 6 və 15-i 3-ə ixtisar edirik. 2 və 5 qalır. Aşağıda da yenə 3-ə ixtisar edəndə 3 və 5 qalır. Deməli, aşağıda yazaq. Yuxarıdakı 5də 2-dir. 5də 2 bölünsün. Yəni, baxın, kəsr yerinə bölmə yazıram. Bölünsün 5də 3. Bölmədə ilk birinci kəsr yazılır. 5də 2 vurulur ikincinin tərsinə. Yəni, 3də 5-ə. 5-lər ixtisar getdi, qaldı 3də 2. Deməli, enli yarpaqlı ağaclar, bu parkda enli yarpaqlı ağacların sayı iynə yarpaqlıların 3də 2 hissəsini təşkil edir. Doğru cavab olur B bəndi. 10-cu sual. Əgər meşədəki şam ağaclarının sayı küknar ağaclarının sayından 240 vahid çox olarsa, iynə yarpaqlı və enli yarpaqlı ağacların sayını, yəni ümumi sayını, bu meşədəki ağacların ümumi sayının cəmi nəyə bərabər? Yəni, ümumiyyətlə, neçə ağac var deyir bu meşədə. Deməli, şam ağacların, küknar ağacların sayından 240 vahid çoxdur deyir. İndi bizə bunları hissə olaraq veriblər. Yəni, şam ağaclarının hissəsi bu meşədə 3də 1-dir. Küknar ağacları isə 5də 1-dir. Hissə olaraq 3də 1, 5də 1-dən nə qədər artıq olduğunu tapaq. Bunun üçün sadəcə 3də 1-dən 5də 1-i çıxmaq lazımdır. Ortaq məxrəc 15, 3-ə böləndə 5, 5-ə böləndə 3, 5 çıx 3, 15də 2 edir. Deməli, hissə olaraq şam ağaclarının sayı küknar ağaclarının sayından, hissəsindən daha doğrusu 15də 2 qədər artıqdır. Və bu 15də 2 isə, yəni bu 15də 2 say olaraq 240 vahiddir. Bu 240 vahidə bərabər, yəni 240 ağaca bərabərdir. Və bizə indi bütövi soruşur tapmağa. Yəni, əgər bir bütövün bir ədədin 15də 2-si 240-a bərabərdirsə, bu bütöv olan ədəd nəyə bərabərdir? Yəni, hissəyə görə ədədin tapılmasıdır. Bunun üçün sadəcə verilmiş bu 240-ı bölmək lazımdır hissəyə, yəni 15də 2-yə. O bizə bütöv ağacların sayını verəcək. 240-ı vururuq 15də 2-nin tərsinə, yəni 2-də 15-ə. 2 və 240-ı ixtisar edirik, 1 və 120 qalır. 120-ni 15-ə vuranda isə 1800 edir. Deməli, cəmi 1800 ağac var bu meşədə. Doğru cavab Q bəndidir.